Mühasibatlığın ali məqsədi nədir? Mühasibatlığın ən ali məqsədi ədalətli, qərəzsiz, düzgün hesabat hazırlaya bilməkdir. Bəs ədalətli hesabat necə hazırlanmalıdır? Ədalətli hesabat hazırlamaq üçün gəlirlərə və xərclərə ciddi nəzarət lazımdır. Bu zaman xərclərin dəqiq uçotunu aparmaq üçün ən vacib elementlərdən biri olan xərc mərkəzləri yaradılmalıdır. Xərc mərkəzləri yaradılmaqla hansı gəlirin hansı xərc mənbəyinə yarandığını, hansı sektora aid olduğunu dəqiqliklə ölçə biləcəksiniz və hesabatlarınız artıq ümumilikdə yox, ayrı-ayrılıqda da verə biləcəksiniz. Xüsusən də marketlər şəbəkəsi və yaxud yarım fabrikatların istehsalı ilə məşğul olan müəssisələrdə xərc mərkəzləri yaradılmaqla hər yarım fabrikatın ayrı-ayrılıqda maya dəyəri hesablana bilir. Əgər uçot bu cür quruldusa, sən heç bir risk gözləyə bilməz. Çünki sən gəlirlərə və xərclərə çox dəqiq nəzarət mexanizmi qurmusan. Nəinki məhsulun tam maya dəyərinin formalaşması, eyni zamanda hər yarım fabrikatın necə formalaşması dəqiq şəkildə müşahidə olunur. Bundan əlavə, əgər sənin fərqli şöbələrin və yaxud sektorların varsa, bu uçot sayəsində sən hər şöbənin, sektorun rentabelliyini ayrı-ayrılıqda müşahidə edə bilərsən. Xərclərin dəqiq uçotu müasir proqramlarda necə tətbiq edilir? Xərclərin dəqiq uçotunu aparmaq üçün ERP sistemlərdən istifadə etməlisiniz. ERP sistemlərdə iş mərkəzləri, məsuliyyət mərkəzləri və xərc mərkəzləri mövcuddur. Yenə də proqramın texniki imkanlarının mövcud olmağı sizi aldatmasın. Çünki bu cür uçotların qurulması üçün kifayət qədər təcrübəyə sahib mütəxəssislər lazımdır. Sadəcə proqram təminatına arxayın olub, siz ERP sistemdə xərclərin dəqiq uçotunu qura bilməzsiniz. Peşəkar kadrlar bu işdə ən vacib amillərdən biridir.